Mən burada işləyirəm mənim. Bakı şəhəri Tualetləri Nəzarət Komitəsi. Biz istəyirik bu günləri siz bizim xidmətdən pulsuz istifadə edəsiniz. Bəli. Yəni yenə fikirləşin. Heç kimsə təklif edə bilməz ki, pulsuz tualetimizdən istifadə elə. Nə məsləhət görürsünüz? Amma ilk növbədə mən sizdən qeyd mən PR-ını aparıram. Bu tualetin reklam işlərinə məşğul oluram mən. Yəni Azərbaycanda nə qədər tualet sistemi var, hamısı mənim əlimdən keçir reklamı. Məndən başqa heç kim o bazara girə bilməz də. Amma tualetə buraxmamışdan qabaq sizə bir neçə sualım olacaq. Hansı məqsəddən gəlmişsiniz bu günlərə tualetə? Kiçik tuvalet. Kiçik nə yəni? Yəni ayaq üstüdə. Bir var böyük tuvalet, bir var balaca da. Aha. Kiçik bayrağı, kiçik bayrağı. Aha. Business class deyirsiniz, ekonom class deyirsiniz. Ekonom class. Ekonom classda. Aha. Daha öncə olmusunuz tualetdə? Sizdə? Bizim tualetdə. Olmusunuz. Bundan sonra yəni neçə dəfə gəlmək fikriniz var inşallah? Kampaniya dilini düşmüş. Yox, yolumuz düşdükcə gələrik. Anladım. Çox sağ olun. Biz sizi tez gözləyəcəyik burada. Bizdə bir yaxınlarda bir neçə nəfər boğulub ölüb tualetdə. Mənim ona görə çox bək düşmüş o məsələlərin üstünə. Tualetdə məsələn. Yidən boğulur. Ala bilərəmsə tualetə? Ola da bilərsiniz, almaya da bilərsiniz. Buyurun. Gedə də bilərəm. Buyurun mənim. Mən şəxsən qonağımsınız mənim bu günlər. Burada solda böyük bayırdır mənim. Burada kiçik bayır. Hansı sizdə? Kiçik bayır yoxsa böyük bayır? Böyük kiçik bayır.